Ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının prezidenti Şavkat Mirziyoyev və xanımı Ziraatxon Mirziyoyeva fəxri xiyabana gələrək xalqımızın ümumilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb. Məzarı üzərinə tərgüllər düzülüb. Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub. Şavkat Mirziyoyev və xanımı Ziraatxon Mirziyoyeva Şəhidlər Xiyabanına gələrək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının xatirəsinə ehtiramlarını bildirdilər. Əbədi məşəl abidəsi önünə gül çələngi qoyulub. Sonda Bakının mənzərəsini seyr edən Özbəkistanın dövlət başçısına Şəhidlər Xiyabanının tarixi və paytaxtda görülən abadlıq quruculuq işləri barədə ətraflı məlumat verilib.